Salam değerli izleyiciler. Sizleri hoş gördük. Amasya Az Medya Grubu ənənəsinə sadiq qalaraq bugünkü qonağı Mehdi Hafverdiyev dəvət edib studiyamızdadır. Mehdi müəllim haqqında onu deyə bilərəm ki, Ağbaba Şörəyil ellərinin tanınmış ziyalısıdır. Ağsaqqalımızdır, hamımızın ağsaqqalımızdır. Uzun müddət Amasya Rayon Partiya Komitəsində Təbliğat Təşkilat Şöbəsinin müdürü olub. Amasya Rayon Maarif Şöbəsinin müdürü kimi mənim yaşlılarım, məndən böyüklər barədə kifayət qədər məlumatdırlar. Hamımızın, əksəriyyətimizin bugünkü bu təhsil səviyyəsində, bugün tanınmağımızda Mehdi müəllimin kifayət qədər rolu olubdur. Amasya təhsilin özünə məxsus tarixi var və o tarixdə də Mehdi müəllimin izi bugündə yaşayır, yəni bizim şəxsimizdə yaşayır. Çünki biz hamımız o kişinin, bu kişinin elindən çıxmış adamlarıq. Onun yaratdığı təhsil sistemini, təhsil mühitini yetirməliyik. Mehdi müəllim həyatın hər üzünü görmüş kişilərdəndir. Mehdi müəllim bir elin, daha doğrusu iki eldir. Yani bu Amasya iki mahalın birləşməsindən, həm Şörəyil mahalının, həm Ağbaba mahalının adamları aslında bir eldir. Biz bunu ayırırıq ki, bu Şörəyil adı unudulmasın. Və Mehdi müəllim kimi şəxslər o milləti, o cəmaatı orada ayaq üstə saxlayan kişilər olur. Bəlkə də o vaxtı heç ağla gəlməzdi Mehdi müəllim. Bəlkə də siz öz fəaliyyətinizi ağlınıza gətirməzdiniz ki, sizin fəaliyyətiniz əslində bir toplumun diriliyidir. Bəli. Amma indi zaman keçdikcə bu hadisələrdən sonra adam o sizin qiymətiniz, sizin fəaliyyətiniz indi qiymətini alır ki, demək siz əslində bir toplumu orada ayaq üstə saxlayırsınız. Yəni o ziyalılar, o zəfakeş adamlar olmasaydı o cəmaət yiyəsiz, başsız qalar, çıxar hələ bir tərəfə gedir. Düzdür. Əslində ermənilər də onu istəyirdilər. O sizə olan təzyiqlərin də kökündə o dururdu. İndi sizi xoş gördük, bir daha mən bir giriş elədim ki, o dinləyicilərimiz, tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Mənim yadımdadır, siz raykonda işləyəndə mən 10-cu, 9-cu sinifdə oxuyurdum. Sonra mən orta məktəb qutarandan sonra siz rayon Maarif Şöbəsinin müdürü oldunuz. Bir müddət o vəzifəni apardınız. Geniş həyat təcrübəsinə malik ağsaqqalımızsınız, böyüyümüzsünüz. İstəyirik ki, indi 90'ı arkada qoymuş. 90'ı atladınız, 91 yaşın içindəsiniz. Və Mehdi müəllimə belə bir sual verərdim ki, yadda nə qalıb? Hansı ki, o heç vaxt unudulmayan şey. Ümumiyyətlə, bilirsiniz bu nə var? Mən elə zamanda yetişmişəm ki, elə zamanda həyatda olmuşam ki, bu İkinci Dünya Müharibəsinin başlanğıcı dövr. SSR-nin bütün dünyaya qarşı sosializm mübarizəsinin görmüş bir adamam. Bu dövrlərdə yadımda qalmayan heç nə yoxdur. Yaşımın 90'ı keçməsinə baxmayaraq, elə bil ki, mən hardasa 1941-42-ci illərdən yadımda qalan, gördüyüm, yaşadığım o ömrü yaşayıram indi. Maşallah. Mehdi müəllim, doğrudan indi insan yaşlaşdıqca keçmişə tez-tez boylanır, xatirələri çözəliyir. Mehdi müəllimin uzun müddət rəhbər işləşdi. Mən ağlım kəsəndən sizi rəhbər işdə görmüşəm. Düzdür.
Atamla dostduydunuz. Düzdür. Hə, bizim evə gəlib ki. Gəlirdim, gedirdim, hə, düzdür. Və o illərdən Mehdi müəllimin yadında ən çox heç vaxt unutmadığı nəsə bir xüsusi bir şey varmı? O nə idi? Bilirsiniz, mən hər şeyi yaşımın 91-in içində olmasına baxmayaraq, elə bil ki, birinci sinifə getdiyim illərdir məndə. Siz nəyə borçlusunuz? Bu yaddaş üçün mənim əhatəmə, mənə dərs deyən müəllimlərə, Bir də o dağların buzbulaqlarına. bir də məni yetirən o dövrün, o zamanın, o təbiətinə, o torpağa, o suya, o havaya borçluyam. Elədir Mehdi müəllim. Yadınızda yəqin o buzbulaqların başında oturmağınız, Əlbəttə. yetirməyiniz, yaylağa hamısı yadınızdadır yəqin ki. Və Mehdi müəllim, maraqlıdır. Sizə o rəhbər işləsəniz də, sizə bəlkə də ən çox təzyiq sizə olurdu. Çünki mən də yadıma gəlir ki, erməni, əhalinin 90% Azərbaycanlı olmağına baxmayaraq, əsas Kulçavoy vəzifələrdə deyək, Düzdür. ermənilər. Həyat belədir ki, yaşamaq üçün gələcəkdə yer tutmaq üçün hardasa xalqa, ailəyə kömək olmaq üçün mübarizə lazımdır. Və mən həyatımda ən çox, məsələn, mən kolxozun orta məktəbi qurtarandan sonra ailə vəziyyətim elə pis vəziyyətdə olmamışıq, amma ailəmiz böyük olduğu üçün bircə atam idi işləyən, bizə işləmək lazım idi. Bununla da bərabər mən həm işləyib, həm də oxumalıydım. Və bunun üçün də mübarizə aparmalıydım. Bütün bunları bilərəkdən, bunları görərəkdən keçib gəlmişəm. Ən əsasən yadda qalan mənim o dövrdə işlədiyim, mən fəhlələrlə beraber fəhlə işləmişəm, orta məktəbi qurtarıb. Ondan sonra rayona kəndimiz 4 kilometr məsafədə idi və çoxları orada işləyirdi. O cümlədən mənim atam da orada işləyirdi. Bunun üçün mən elə eləməliydim ki, mən inkişaf eləyə bilim, yaşaya bilim. Və bu mübarizə mənim gələcəkdəki indiki vəziyyətimi o keçmişdəki fəhləlik, o keçmişdəki mübarizə bunlar təşkil eləmişdi. Bu ermənilərin sizə rəhbər vəzifədə işləyəndə hansı təzyiqləri eləyirdilər? Siz inanırsınızmı? Ermənilər belə idi ki, əgər mən erməni dilini bizim raykomda və yaxud da təhsil şöbəsində, Komsomolda mənim iş fəaliyyətim Komsomolla başlayıb. Rayon Pioner və Məktəblilər Evinin müdürü iş vəzifəsi ilə başlamışam. Bu Komsomolun bürosunun nomenklaturası ilə olan bir iş idi. Və mən kənddə kolxozda Komsomol katibi işləyirdim. Bütün bunlar rayon komitəsi, Komsomol komitəsi, rayon partiya komitəsi, kəndə axış zamanı bir Komsomol katibi kimi, kolxozun Komsomol təşkilatının rəhbəri kimi mən bu arada bunlarla bir yerdə böyüyürdüm. Və bu böyüməkdə ermənilərin təsiri mənə məcbur eləmişdi ki, mən mübariz olum. Ermənilərin dilini erməni dildikilər kimi bilməsəm, mən və məni kimi qəzet redaktoru,
Komsomolun birinci katibləri Azərbaycanlılar, rayon komitəsinin birinci katibi Azərbaycanlı, bu və ya digər sahədə işləyən Azərbaycanlılar, o cümlədən də biri də mən erməni dilini erməni kimi bəzilərindən də yüksək səviyyədə bilməliydik. Əks halda biz işləyə bilməzdik, yaşaya bilməzdik. Mövcudluğumuzu saxlaya bilməzdik. Ona görə də mən çalışırdım ki... Bir şey yadıma gəlir. Bax, o nə, indi siz raykonda işləyin. Bax, nəkər olurdu ki, bu kənd erməni kəndidir. Bu bir kənd, aranız 2 kilometrdir. Bəli. Oradakı əmək haqqı ilə buradakı əmək, o erməni kəndində əmək haqqı çox idi. Azərbaycanın kəndlərində az idi. Eyni şeydir də, burada naxırçıdır, o da naxırçıdır. O kəndlər naxırçı alırdı 500 manat, alırdı 300 manat. İndi sizə deyim də, əgər erməni ilə yanaşı, erməni kəndi ilə, məsələ bizim kənd, Qaraçanta kəndi, erməni Cələb kəndi ilə, sonradan adını dəyişib Cıracor eləmişdilər. Bir-biri ilə aramızdan bir çay keçirdi. Onlar bizdə, biz onlarda qonşuluqda yaşayırdıq. Bu vəziyyətdə əgər mən o ermənilərlə bir yerdə işləyəndə ermənilərin hər şeyini onlar səviyyəsində və onlardan yuxarı bilməsəydim, mən işləyə bilməzdim, işləyəməyə qoymazdılar. Bu əmək haqqı məsələ, niyə olar? Əmək haqqı məsələsi də eynən. Məsələ, mənim kəndçim, dediyim kimi, Cələb kəndində, Cıracor kəndində çoban naxırçıdan başqa iş vermirdilər ermənilər. Buna verilən əmək haqqı özlərində işləyən çoban naxırçıya verilən əmək haqqından bir dəfə yarım əski idi. Ona görə ki, biz işləməsək yaşaya bilməzdik. Ona görə də bizim ayrı seçkilik var idi. Adamlardan istifadə eləyirdilər, adamların maddi durumundan istifadə eləyirdilər. Bizimkilərə az maaş verirdilər, az əmək haqqı verirdilər, tövlədə yaşadırdılar. Özləri bundan istifadə eləyib, bizim... Zaman həmişə bu həmişə belə olub. Erməni xisləti. Erməni təsiri həmişə belə olub. Siz uzun müddət həm də təhsil şöbəsində, o vaxtki dillə desək, Maarif şöbəsinin müdiri işləmişsiniz. Belə bir yadınıza gəlirmi? 79-cu ildə siz təhsil şöbəsi, Maarif müdiri təzə Hə, bir il 78-in sonunda mən təhsil şöbəsinin müdiri keçmişəm. Yadıma gəlir o mənim. Siz işləyəndə mənim yadımda çox Güllücə məktəbində nəsə bir problem olmuşdu, qızıl medal məsələsi. Mən onu bilirəm ki, ermənilər danışırdılar da, bu Abir müəllim Gülzadə oxuyan vaxtlarda hələ bizim uşaqlar, bizim Azərbaycanlıların qızıl medal almağını qısqanclıqla qarşılayırdılar. Düzdür. Bu Güllücə məktəbində də belə bir problem yaranmışdı. Bu yadınızdadır, necə oldu? Əlbəttə, çox yaxşı yadımdadır. Hətta bizim özümüzünkilərin əli ilə ermənilər bizi vururdular. Belə vəziyyətdə Təhsil Nazirliyində xüsusi komissiya vardı. Nurəddin İbrahimov, bəli. Azərbaycan bölməsinin inspektoruydu. Azərbaycan bölməsinin inspektoruydu. İmtahandan əvvəl dövlət imtahanı, orta məktəbi qutaranların dövlət imtahan komissiyasının imtahandan əvvəl Azərbaycan dilində olan yazı tekstlərini biz nazirlikdən tekst formasında alıb gətirib öz kassalarımızda saxlayırdıq. İmtahan günü, ancaq imtahan günü məktəb direktoruna təhvil verə bilirdik. İmtahan saat 10-da başlayırdısa, biz saat 9-da bunu məktəb direktoruna təhvil verirdik. Belə vəziyyətdə, belə bir vəziyyətdə İbrahimov adlı Təhsil Nazirliyində, Nurəddin İbrahimov adlı Təhsil Nazirliyində
Amasya rayonunun da 96%-ını Azərbaycanlılar təşkil elədiyi kimi o bizim məktəblərə təyin olunurdu. 1-ci sinifdən 10-cu sinifə qədər olan fəaliyyəti, 10-cu sinifində dövlət imtahanından verdikləri nəticələrə görə bunlar qiymətləndirilirdi. Xüsusilə Təhsil Nazirliyinə ana dilində olan tekstlərin, yazılarının surəti gedirdi Təhsil Nazirliyinə. Təhsil Nazirliyində də Nurəddin İbrahimov adlı bizim rayona da xüsusilə əhalisi daha çox milliyyəti Azərbaycanlılar təşkil eləyirdi deyə ən çox bizim rayona gəlirdi. Demək olar ki, mən 10 ilə yaxın işlədim. Bütün illərdə İbrahimov ilk imtahanları bizdə keçirdi. Və inanırsınızmı, ermənilərdən çox erməni idi demək olar ki bu. Yazma gəlir, yazma. İbrahimov, biz ona görə də Güllücə məktəbində, siz deyənə gəlin mən, Güllücə məktəbində 2 medalçımız vardı. Bu gəldi ki, mən medal olan məktəbə gedəcəm. Dedim, baş üstə. Buna şərait yaratdıq, göndərdik təhsil o orta məktəbə, Güllücə orta məktəbinə. O medallarda özü başqa kənddən olsa da medalçıların, amma Güllücə orta məktəbində oxuyurlar. Ona ki, o ətrafda orta məktəb bircə Güllücədə vardı. Ona görə də bu da şey ki, mən medal nümayəndəsi məktəbinə getməliyəm və buna şərait yaratdıq, getdi məktəbə. O məktəbdə imtahanlarda iştirak elədi. Mən sizə əvvəlcədən dedim ki, saat 9-da məktəb direktorda verilən teksti nə idisə o mövzunu 9-da alan adam onda imtahana girdi. Bu nədən istifadə eləyə bilərdi? Bu nədən? Heç nə. Heç nə. Əgər şagirdin özündə bilik olmasaydı, mümkün deyil. Bu heç nədən, ona görə ki, onu yoxlanır, əlində olan kağız, qələm, nə bilim, artıq əlavə şeylər o günkü o imtahana aid olmayan nə vardısa özündən bundan götürülürdü. Və o Güllücə məktəbində də bunu tək ayrı oturdurdular. Ayrıca oturdurduq. Ümumiyyətlə belə vəziyyətlərdə medal olan məktəblərdə bütün sinif imtahan otağında şagirdlər tək-tək otururdu. Şagirdlər tək-tək oturur. Nümayəndə də çox olur. Nümayəndə də raykomdan, komsomoldan bizdə də belə şeylərə ermənilər əhatəsində yaşadığımıza görə belə şeylərə daha çox diqqət eləyirdik ki, nəsə bizim nümayəndəmiz, qızıl medala namizəd göstərilən nümayəndəmizin işi Təhsil Nazirliyi komissiyasına gedəndə yer qazana bilsin, üstünlük təşkil eləyə bilsin. Və belə də oldu. Bunu göndərdi, özü istədiyi kimi getdi məktəbə. Getdim, Nurəddin müəllim getdi məktəbdə iştirak elədi. Fən müəllimi ilə eyni zamanda bunun yazısını yoxladılar bu medalçıların. Və Nurəddin müəllimin özünün gözünün qabağında, özünün iştirak elədiyi, özünün əla qiymət yazdığı müəllim, fən müəllimi ilə bir yerdə qol çəkib yazdığı teksti göndərdik Təhsil Nazirliyinə. Təhsil Nazirliyi də geri dura bilmədi. Ona görə ki, vəziyyət o yerdə idi ki, bu material ancaq medala layiq material idi. Qüsur yoxdur. Amma bütün bunlara baxmayaraq, ermənilər erməniliklərini elədilər. İbrahimov da buna qarşı gedə bilmədi, getmədi. Özünün karyerasından qorxaraq, ona böyük təzyiq ola bilərdi, təsir ola bilərdi və medalı ləğv elədilər. O kim idi? Həmən bax, bu medalist kim idi? İvanov Məhəmməd Nağoğlu. Profesor Məhəmməd. İndi sonradan mən ona dedim ki, gördüm bu uşaq möhkəm ağlayır. İnanın, bu doğrudan da belə olubdu. Mən
Təhsil Nazirliyinə özüm getdim 2 dəfə. Deyəsən Məhəmmədi də götürmüş. Məhəmmədi də götürdük. Özüm 2 dəfə Nağı kişi bilirsiniz, öz 2 dəfə getdim Təhsil Nazirliyinə və bu mübarizədə yenə də medal ala bilmədik. Amma sizə başqa bir şey də deyim. Amasya rayonu o zaman, məsələn, Güllübulaq məktəbində indi bizim hörmətli akademikimiz Abel Məhərrəmov və onunla bərabər daha 10 nəfər, daha 10 nəfər, cəmi 11 nəfər Abel müəllimdə olmaq şərti ilə 11 nəfər qızıl medal aldı. Bunu ermənilər yox deyə bilmədilər. Ona görə ki, elə vəziyyət yaranmışdı ki, onda təhsil şöbəsinin müdürü Əskərov Kərim idi. Yadımdadır. Hə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Əskərov Kərim idi. Elə vəziyyət yaratmışdılar ki, o tekstlərdən qaça bilmədi ermənilər. O təsirdən qaça bilmədi. 11 nəfər bir ildə Ermənistan tarixində görülməyən bir şeydi. Eyni məktəbdən, eyni zamanda özü də bunlar türk dediyi türklərdən 11 nəfər bir məktəbdən Güllübulaq kənd orta məktəbində bir məktəbdən 11 nəfər qızıl medal aldı. O vaxt zaman olmuşdu. Güllübulaq məktəbində 3 nəfər, Amasya məktəbində 2 nəfər. Yenə də Amasya məktəbində siz təsəvvür eləyin, ermənilərlə Azərbaycanlılar eyni binada, ikisi də eyni binada oxuyur, eyni binada işləyirdilər. Eyni məktəbin direktoru erməni idi. Dərsdə müdürü də, təhsil müdürü Azərbaycanlı idi. Özümüzün siniflərində. Erməni bölməsində də dərsdə müdürü ayrı idi, erməni idi. Siz təsəvvür eləyin, bizim məktəblərdə, bütün respublikada Amasya rayonundakı qızıl medal alan tələbələrin ümumi sayı, cəmi rayonumuzun 22 min nəfər əhalisi vardı. Ən kiçik rayonu idi, respublikanın ən kiçik rayonlarından 3 kiçik rayondan biri idi, əhalisinin sayına görə. Biz onda bu qızıl medalları almaqda dəfələrlə üstünlük təşkil edirdik. Amma bu... Ermənilərdən də alan olurdu. Ermənilərdən olurdu. Amma erməni sektorunda erməni çox az. Bir nəfər, 2-3 ildən bir elə olurdu ki, bir nəfər, 2 nəfər belə alırdılar. Amma bizə yox deyə bilmirlər. Məktəbin direktoru da məndən, biz bir yerdə getdik. Mən öz maşınımdan, onlar özləri gəldilər. Biz orada da görüşdük. Biz nə elədiksə, bilirsiniz nə dedilər? İctimai işlərdə fəal iştirak eləməyib. Adını qoydular ki, amma biz heç vaxt düşünməzdik ki, ictimai işlərə görə qızıl medalı ləğv eləsinlər. Qızıl medalı ləğv elədilər. İctimai işlərdə iştirak eləməyib adını qoydular. Orta məktəbdə nə ictimai işlər? Komsomolçuydu, pioner idi. Orta məktəbdə nə olmalıydı? O ictimai işlərdə nə fəaliyyəti olmalıydı bunun? Adını belə qoydular, doğrudan da bu ictimai işlərdə iştirak eləməliydi. Amma sən buna ictimai iş tapşırmamısan axı. Sonra indi Məhəmməd İmanlı düzdür, o təzyiqlər orada mənim yadıma nə gəlir? Mənim özüm də 10-cu sinifdə oxuyanda rəhmətli İsa Qozoyev idi, marif müdürü. Məktəbin direktoru da Ələkbərov, anamın xalası olurdu. Mən də bütün qiymətlərim 5 idi. Çağırdı məni, dedi, bacım, bura deyəm. Medala iddialısan, dedim, hə. Dedi, ağrımayan başına dəsmal bağlama. Onsuz da verməyəcək. Özümə də əziyyət vermə, bu dayına da, qoca kişiyim. Elə də mənə riyaziyyatdan bir dənə 4 yazdılar. Hə, bir fəndən 4 yazdı, gümüş medala getdim. Heç gümüş. Onu da istəmədi. Fərqlənmə var. Hə, fərqlənmə diplomu verdilər. Verdi, dedi ki, get, ali məktəbdə oxu, neyəsin, başımızı ağrıdır. O mənim yadımdadır. Amma biz onsuz da gəldik, oxuduq. Məhəmməd sonra Bakı Dövləti 2 universitet, biri Politexnikə qəbul olur.
Sonra gedir əskəriyə, mən bir onun haqqında bir yazı yazmışam. Qayıdıb yarımçı qoy çıxır gedir. Staj toplamalıydı. Gəlir Bakı dövlətin hüququna qəbul olunur. Tutaranda orada qalır və indi hüquq elmləri doktoru, professordur. Özü də Qərbi Azərbaycanlılar arasında mən bildiyimə görə hüquq sahəsi üzrə ilk doktor. İlk doktordur, bəli. Elmlər doktoru olub, hüquq sahəsi. Hə. Yəni bu əslində sübut elədi ki, siz medalı versəniz də, verməsəniz də, onsuz da... Şəmsən müəllim, bilirsiniz mi nə var? Sözünüzü kəsirəm. O adam ki, buna layiqdir, onun maddi durumu yox, onun mənəvi durumu, onun savadı, onun bilikləri medala layiqdir. Bunu verdilər ya vermədilər. Nəticə Savad olandan sonra... Nəticə özünü göstərir. Hətta bu savad olandan sonra... Və Məhəmməd də, siz dediyiniz Məhəmməd də, bu özünün çalışkanlığı, savadı. Hətta o vaxt bu Təhsil Nazirliyində bizim qarşımıza daha biz söz deyə bilmədik, şikayət eləyə bilmədik. Şikayət eləsə kimdən kimə? Kimdən kimə? Hə, kimdən kimə? Şikayət də eləmədik, buna əhəmiyyət də vermədik. Niyəsə İbrahimovun özü də buna loyal yanaşdı. O dayanıb deyə bilmədi ki, axı mən özüm iştirak eləmişəm. Bu uşaq, amma adını qoydular ki, ictimai işlərdə, ictimai fəallığı yoxdur deyə, buna İbrahimov da bir şey deyə bilməzdi. Ona görə ki, elə bir fakt qoymuşdular ki, buna heç kim heç nə deyə bilmir. İctimai işlərdə özünü doğrultmayıb. Ona görə ki, nəticə yox idi. Bu və ya digər təşkilatçılıq, ictimai işlərdə qarşıya tutub getmək. Adam o kitab qabağını oxuyub. Hə, yox da bundan barabar təşkilatçılıq nöqteyi nəzərindən gələcəkdə aldığı təhsilə layiq iş görə bilmək üçün nəticəsindən ictimai işlərdə fəal olmalıdır. Bu fəallıq lazımdır. Bunlar da bundan yapışdılar. Amma zaman hər şeyi yoluna qoyur da. Amma zaman özündən... Məhəmmədin indi yazdığı dərslik, xüsusi cinayət hüququndan bağlı yazdığı dərslik, universitetlərdə... Bir dərslik kimi istifadə olunur. Bir dərslik kimi istifadə olunur. Bir çox beynəlxalq jurnalların redaksiyasının üzvüdür. Yəni bu... Amma söhbət ondan gedir ki, indi bəzən elə ermənilər də, erməni xislətlilərdir. Güya ki, biz orada ilə belə ağa kimi yaşamaq. Yəni, amma əslində Azərbaycanda bir millət olaraq biz tolerantıq. Ermənilər çox sərbəst, medal alan da var idi, eynəyən də var idi. Kimsə onu desəydi ki, bu ermənidir, bu medal, o adamı gülləliyərdilər. Bunlara... Onların xarakteri o idi. Axır özlərinə elə nəzarət yoxdur. Ona görə də bizimkilər, yəni Azərbaycanlılar, Azərbaycanlı şagirdlər, medala layiq görülən şagirdlər böyük təzyiqə gəlirdilər. Və bununla bərabər həm də bizim orada daim yaşamağımıza təsir eləyirdi. Orta məktəbdə medal ala biləcək səviyyədə olan adama medal verməmək, onun gələcəyinə bir daş atmaq deməkdir. Və o ərazidən, o şəraitdən, ona olan münasibətdən irəli gələrək oranı tərk eləməlidir. Bunlara da o lazımdır ki, biz bu və ya digər formada oranı tərk eləyək. Mənə belə gəlir ki, bunun kökündə başqa bir məsələ. Mən araşdırmışam onu, bir tarixçi. Deməli, bu Məhəmməd adını daşıdığı babasını, onun babasının adı da mənim. Bu Qori seminariyasında Nərman onunla bərabər oxuyur. Eləmi? Bəli, həmən Məhəmməd kişi, Məhəmməd kişi, Nağı kişinin atası. Nağı kişinin atası. Nərman onunla bərabər oxuyur, Qori müəllimlər seminariyasında. Öyle Qoridə də hər adam oxuyanmaz. Oxuya bilməzdi. Şanlı, zəngin adam. Əlbəttə, təhsil haqqı vardı, filan vardı. Onun babası olub,
Təbii ki, ermənilər bizim hamımızın soyumuzu, kökümüzü yaxşı araşdırmışdılar, bilirdilər. Və bu həm Sovet hökumətinə də sərf eləyirdi, ermənilərin o hərəkəti ki, bu bəyoğlu olub, mülkədar nəvəsi olub, nə kim olub. Yəni, partiya, Sovet orqanları da ona parmaq arası baxıblar. Əslində, məsələnin mahiyyətində bu şeylərdə durub, ermənilər ermənilik eləyirdi. O vaxtda dövlət təhlükəsizlik komitəsində hər şey onlar nəzarət edir. Düzdür. Yəni, yeri gəlsə müdaxilə eləyərdilər, Ruslar. Ki, niyə vermirsiniz? Sadəcə bunun babası Nərimanovla əlaqə, varlı olmaq, qolçomaq olmaq, nə mülkədar olmaq. Ola bilər. Bunlara görə də KGB zat da səsini çıxartmıyor. Ola bilər. Ona görə sizin zəhmətiniz əlinizdə qalıb. Amma şükürlər olsun ki, gün ilə Ağbabanın, Şöreylin, elə mən o yazımın sonunda da ki, fəxr eləmək, savadı ilə, elmi ilə fəxr olunası olsun. Məhəmmədə nə lazımıdır? Heç nə, o... Yox, nə lazımıdır o medalı alanda? İndiki səviyyə çatmaq. Evet. Bunu bu medalla da çatdı, medalsız da çatdı. Özdə bunun təhsilə nə dəxli vardı? Heç nə. Deməli, bunun kimin oğlu olduğu, milliyyətinə görə... Deməli, Mehdi müəllim, bu bir məsəl var. Deyir ki, bir qonşusu gəlir, rəhmətli Molla Nəsrəddinə deyir ki, kəndirinizi ver, gedim meşəyə oduna. Bu da vermək istəmir, girir, tövləyə çıxır, çölə deyir ki, ay qonşu, bilmirsən, sən ala verəməyəcəm, arvad üstünə buğda sərir. Ay qonşu deyir, ki, paltarı yığışdırmaq olar. kəndirin üstünə nə buğda sərmək, nəysə bunlar çox mübahisə edirlər, axırda Molla deyir, bura bax, bilirsən nə var, deyir, nə var. Qardaş, vermək istəməyəndə lap arpa da sərərlər. İndi vermək istəmirdilər. Bəhanə də ictimai işdə bəhanə idi, o da bəhanə. Əlbəttə. Yəni, insanın qiyməti biliyinə görə verir. İndi ki, nə olsun ki, verməsələr də, bəlkə də əslində düzdür, o vaxt adam psikir, uşağı deyirsən ağır. Əlbəttə buna... Mən özüm də biraz bir müddət pis oldum. Buna mənəvi təsir var axı. Amma həm də bizdə bir mübariz ruhu yaratdı. Yəni bir var, tam bəd bir nəşib elə, yeşdən oxumuram. Əksinə mübarizə də apardım, sübut edərdi. Yəni daha bu barədə daha nə deyə bilirsin? Məhəmməd bugün... Biz bugün, mən şəxsən çox razıyam ki, Məhəmməd kimi övladlarımız yetişdi. Yetişir indi də Azərbaycan, mən nəsil davam eləyir. Nəsil davam eləyir. Gələndə Nəsimi rayonunda bir il təhsil şöbəsində aparıcı inspektor işləmişəm. Və Nəsimi rayonun məktəblərinin bütün sahələrdə səviyyəsini o bir ildə öyrənmişəm. Bizim rayonun o əməkçilər ki, ancaq və ancaq mübarizə aparırdılar. O fikirlə, o məqsədlə, o ideya ilə gəlmişdilər Bakıya, o ideya ilə də yaşayırlar. O ideya ilə də indi Məhəmməd bunların bariz nümunəsidir. İndi elmləri doktorudur, professordur, tanınmış hüquqşünasdır, tanınmış hüquq sahəsində bir müəllifdir. Dəyərli tamaşaçılar, beləliklə bir verilişimizin də sonuna çatdıq. Bir Ağbaba Şörəylillərinin bir ziyalı övladı haqqında söhbət elədik. Həm söhbətin Amasya rayonunun tarixində özünə məxsus rolu və yeri olan Mehdi Ağverdiyev idi. Mehdi müəllim bugün yaşayan canlı əfsanəmizdir, ağsaqqalımızdır. Siz yaşda Amasyalı təkük olar. Yoxdur, çox azdır. Bir neçə nəfər var. Demək, Amasyadan olan əslən kökən
en yaşlı adamlardan biridir Mehdi müəllim. Allah uzun ömürler versin. Can sağlığı versin. Sağ olun. Esas ömrün uzunluğu yok, canın sağlığı takip. Sağ olun. Mehdi müəllim oradan da Amasya'nın o 22 bin axırda gələn 20. O insanların talihinde, biri mənim özümüzün talihimizde. Bu və digər dərəcədə izi keçən adamdır. Değerli tamaşaçılar, bizim bu rubrikadan, yani aksakallarımız, keçmişimiz, ulularımız rubrikasından ilk verilişimiz idi. Verilişi de dediğim gibi konağım Mehdi Akverdiyev idi. Biz bu silsilede verilişlerimizi devam ettireceğiz. Aksakallarımızı, abirçelerimizi danıştıracağız. Onların hayatı, onların yadında kalan maraqlı meselelere toxunacaq. Sağ olun, sağlıqla qalın. Gəlin görüşərək.